Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: kaş kitabım mənə verilməyəydi. Hesabımdan da xəbərim olmayaydı. Kaş ilk ölümüm həmişəlik olaydı. Var dövlətim məni əzabdan qurtarmadı. Hökmranlığım da məhv olub getdi. Mələklərə deyiləcək: onu yaxalayıb zəncirləyin, sonra da cəhənnəmə atın. Onu uzunluğu 70 dirsək olan zəncirə vurun. Çünki o, böyük Allaha iman gətirmirdi və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bugün burada onun üçün bir dost tapılmaz, qanlı irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər. And içirəm həm gördüklərinizə və həm də görmədiklərinizə. Bu, möhtərəm bir elçinin sözüdür. O, şair sözü deyildir. Necə də az inanırsınız. O, kahin sözü də deyildir. Necə də az düşünürsünüz.